Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bayram günlərində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi. Amma bununla yanaşı eyni zamanda qatarların hərəkət sxemində də bəzi dəyişikliklər var. Məsələn, Abşeron dairəvi dəmir yol marşrutu üzrə reyslərin artıq qrafiki dəyişdirilib. Eyni zamanda Bakı, Xırdalan, Sumqayıt, eyni zamanda həmçinin Bakı, Pirşağı, Sumqayıt istiqamətində olan qatarların da hərəkət sxemində bəzi dəyişikliklər və daha detallı informasiyalar isə hazırda qonağım Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimai Əlaqələr Şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyevdən alacağıq. Xoş gördük Bəxtiyar bəy. Hazırda qatarların hərəkət sxemindəki dəyişikliklər nədən ibarətdir, sizdən işləyək? Qeyd etdiyiniz kimi artıq aprelin 1-dən etibarən Abşeron dairəvi dəmir yol xətti üzrə hərəkət edən qatarların qrafiki optimallaşdırılır. Burada ilk növbədə məqsəd xüsusilə pik saatlarında sərnişin sıxlığının qismən tənzimlənməsidir. Əlavə reyslər var. Həftə günü, həftə içi, şənbə günləri, bazar günləri artıq bu 3 qrafik üzrə qatarlar hərəkət edəcək və burada da ümumilikdə 61 reys əlavə olunub. Həftə içi isə 66-dan 92-yə çatdırılıb reyslərin sayı. İlk dəfə olaraq ümumiyyətlə qatarlar 3 qrafik üzrə hərəkət edəcəklər. Bayaq qeyd etdiyim kimi iş günləri, şənbə və bazar günləri. Bundan əvvəl iş günü və qeyri-iş günü idi. Burada məqsəd odur ki, şənbə günləri qatarlara tələbat, bazar günləri müqayisədə daha yüksək olur. Ona görə də qatarlar şənbə və bazar günləri ayrı hərəkət cədvəli ilə hərəkət edəcəklər. Yeniliklər odur ki, Xırdalan istiqamətində bu çoxsaylı müraciətlər idi sərnişinlərin ki, ən sonuncu qatar Bakıdan Xırdalan Sumqayıt istiqamətinin 19:35-də hərəkət edirdi. Artıq 20 reys əlavə olunub. Bu axşam sərnişinlərimiz o reysdən istifadə edəcəklər. Bu da iş vaxtı bir qədər gec bitənlər üçün əlverişlidir. Eyni zamanda səhər saatlarında Sumqayıt, Xırdalan, Biləcəri, Bakı istiqamətində səhər reyslər əlavə olunub. Bundan əvvəl ilk reys 7:20-də çıxırdısa, artıq 6:15-də qatar Bakı istiqamətində hərəkətə başlayacaq. Eyni zamanda növbəti qatar 7:15-də Bakıda olacaq. Bu da iş vaxtı 8-də başlayanlar üçün əlavə fürsət yaradır. Bu da sərnişinlərimizin çoxsaylı istəklərindən ibarət bir müraciət idi. Eyni zamanda burada iş odur ki, ilk dəfə olaraq flirt qatarı Abşeron dairəvi dəmir yol xətti üzrə istifadəyə veriləcək. Bildiyiniz kimi flirt qatarı iyun ayından, ötən iyun ayından Ağstafa istiqamətində hazırda da xəttə buraxılıb sərnişinlərin istifadəsindədir. Və ilk dəfə olaraq bu qatar Abşeron dairəvi dəmir yol üzrə xəttə buraxılır. Daha dəqiq desək, Xırdalan-Bakı arasında hərəkət edəcək bu qatar. Xırdalandan Bakıya 22 dəqiqə, Bakıdan Xırdalan isə 21 dəqiqə məsafəni qət edəcək. Əlavə olaraq stansiyalarda bir sıra işlər görülür. Belə flirt qatarı ilə bağlı Biləcəri və Xırdalanda platformalar hazırlanıb. Ölçüsü flirt qatarının dayanmasına görə uyğunlaşdırılıb. Eyni zamanda burada turniket zalı tikilib. Biləcəri stansiyasında kassa tikilib yeni. Həmçinin Xırdalan stansiyasında turniket zalı genişləndirilib və Məmmədli stansiyasında turniketlərin sayı 4-dən 10-a qədər çatdırılıb. Bütün bu dəyişikliklər ümumilikdə Abşeron dairəvi dəmir yol marşrutu üzrə hazırda 37-38 min sərnişin daşınırsa, bu dəyişikliklər nəticəsində bu göstərici 48-50 min arasında dəyişəcək. Və qeyd etdiyim kimi şənbə və bazar günlərində də bu artım, reyslərin artırılması şənbə və bazar günlərində şamil olunacaq. Pirşağı istiqamətində təbii ki, reyslər 42-dən 56-ya çatdırılır. Eyni zamanda günorta saatlarında bu istiqamətdə, Sumqayıt Pirşağı istiqamətində bir sıra reyslər Sumqayıtdan Bakı istiqamətində əlavə olunub. Təşəkkürlər Bəxtiyar bəy. Çox sağ olun detallı informasiyaları bizlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sərnişin sıxlığını nəzərə alaraq elə bir sıra istiqamətlər üzrə qatarların qrafikini dəyişiklik edib. Eyni zamanda bəzi qatarların reyslərinin sayı artırılıb, bəzilərinin saat qrafiki dəyişdirilib. Bu da sərnişin sıxlığının qarşısını almaq üçündür və bu baxımdan da mütəmadi olaraq qatardan istifadə edən sərnişinlər bu sadalınan informasiyalara diqqətdə saxlamalıdırlar. Çatıra biləcəyimiz informasiyalar bu saat üçün bu qədər idi. Söz yerindən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizimlə geniş şəkildə paylaşdığın üçün. İndi isə